Salam dəyərli müəllimlər. Bu gün sizlərlə sertifikasiya sualları 20 sualdan ibarət izahları ilə birlikdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Rəssam kənd həyatını təsvir edən əsərində yorğun insanları, torpaqla işləyən kəndliləri idealizə etmədən olduğu kimi göstərir. Rənglər sakit, kompozisiya sadədir və məqsəd reallığı obyektiv əks etdirməkdir. Bu yanaşma hansı üsluba uyğundur? Burada cavab olacaq, deməli B variantı. Niyə? Realizm. Çünki kənd həyatını yorğun insanları idealizə etmədən olduğu kimi sakit rənglərlə sadə kompozisiya təsviri var. Niyə C ekspressionizm deyil? Çünki ekspressionizmdə əsas məqsəd daxili hissləri işitməkdir. Fiqurlar təhrif olunur, rənglər reallığa zidd, çox vaxt kəskin və aqressiv olur. Tamaşada emosional sarsıntı yaratmaq hədəflənir. Amma sualda nə deyir? Olduğu kimi göstərir, idealizə etmir, amma təhrif də etmir. Sakit rənglər, sadə kompozisiya və obyektiv təsviri. Bunların hamısı ekspresionizmə ziddir. Niyə B realizm doğrudur? Çünki realizm həyatı bəzəksiz və olduğu kimi göstərir. Sosial və gündəlik mövzulara toxunur, emosiyanı şişirtmir, müşahidəyə əsaslanır, sadə, inandırıcı təsvirlər yaradır. Yəni sualın açar ifadəsi budur. Olduğu kimi göstərməsi realizmin açar sözüdür. İkinci sual. Rəssam tarixi mövzulu əsər yaradır. Fiqurlar ideal gözəllik ölçülərinə uyğun təsvir olunub. Kompozisiyalar simmetrikdir. Hərəkətlər sakit və ölçülüdür. Əsərdə nizam, harmoniya və ağıl ön plandadır. Emosional gərginlik hiss olunur. Bu xüsusiyyətlər hansı üsluba xasdır? Deməli, burada cavab olacaq C variantı, klassizm. Çünki klassizm üslubu antik, Yunan, Roma sənətinə əsaslanır və ağıl, nizam, tarazlıq prinsipləri ilə önə çəkir. Sualda qeyd olunan ideal fiqurlar, simmetriya, emosional sakitlik klassizmin əsas əlamətləridir. Barokoda dramatizm və hərəkət, romantizmdə isə hisslərin üstünlüyü var. Buna görə də bu xüsusiyyətlər klassizmə uyğun gəlir. Üçüncü sual. Rəssam bir əsərində fiqurların üz ifadələrini şişirdir. Rəngləri reallığa uyğun seçmir və formaları qəsdən təhrif edir. Məqsəd tamaşaçıya insanın daxili narahatlığını, psixoloji vəziyyətini göstərməkdir. Bu hansı cərəyanın xüsusiyyətləridir? Burada cavab olacaq B variantı, ekspressionizm. Niyə? Çünki A variantı yanlışdır. İmpressionizm əsasən işığın təsirini göstərir, emosional təhrif yoxdur. B variantı doğrudur. Ekspresionizmdə məqsəd daxili hissləri güclü və təhrif olunmuş şəkildə göstərməkdir. C variantı yanlışdır. Niyə? Realizmdə obyektivlik ön plandadır. Daxili hissləri təhrif edilmir. D yanlışdır. Klassizm sakit və nizamlıdır. Təhrif yoxdur. E yanlışdır. Rokoko dekorativ və ya yüngüldür. Emosional daxillik, gərginlik əsas deyil. Dördüncü sual. Rəssam eyni obyekti bir neçə baxış bucağından göstərir. Fiqurlar həndəsi formaları bölür, perspektiv qaydalarına riayət etmir. Məqsəd vizual analiz və intellektual düşüncəyə əsaslanır. Bu hansı üsluba xasdır? Dördüncü sualın cavabı C variantı, kubizm. Niyə? A variantı yanlışdır. Futurizm sürət və hərəkətə fokuslanır. Burada yox. B yanlışdır. Realizmdə perspektiv və forma parçalanmaz. D. C düzgündür. Kubizm obyektləri bir neçə baxış bucağından göstərir və formaları həndəsi şəkildə parçalayır. D. Barokko yanlışdır. Barokko dramatikdir. Sualda məqsəd analitikdir. E isə yanlışdır. Romantizm yanlışdır. Hiss və ideallaşdırmaya yönəlir. Sualda yox. Burada cavab olacaq C variantı, kubizm. Beşinci sual. Rəssam bir şəhər mənzərəsini çəkərkən binaları, küçələri hərəkətə uyğun göstərir. Amma diqqəti küçədəki gündəlik həyat səhnələrinə yönəldir. Fiqurlar təbiidir. Emosional təsir minimaldır. Rəngləri sakit və reallığı əks etdirir. Bu əsər hansı üsluba aiddir? Deməli, 5-ci suala cavab olacaq B variantı, realizm. Səbəb niyə? Deməli, bu əsər obyektiv, bəzəksiz və sadə təsviri əsaslandığı üçün realizmə uyğundur. Romantizm hiss və ideallaşdırma, ekspresionizm daxili emosiyaları şişirtmək, impressionizm işığın təsirini, kubizm isə formaları parçalamağı önə çıxarır. Burada bunların heç biri yoxdur. Gəldik 6-cı sual. Rəssam açıq havada mənzərə çəkir. Gün işığının ağacların üzərinə düşməsini, kölgələri göstərir. Fırça izləri açıq və tezdir. Detallar ikinci planda qalır. Əsas məqsəd anlıq təəssüratı çatdırmaqdır. Bu hansı cərəyana aiddir? Demək, 6-cı suala cavab olacaq C variantı, impressionizm. Cavab C, impressionizm. Niyə? Çünki sualda əsas məqsəd işığın və anlıq təəssüratın göstərilməsidir. Bu isə impressionizmin əsas prinsiplərindən biridir. Realizm obyektiv və bəzəksizdir. Ekspresionizm isə daxili hisslərin önə çıxarılması, impressionizm isə anlıq işıq və rəng təəssüratına əsasdır.
Kubizm formaları parçalayır, boyaq isə dramatik hərəkətə fokuslanır. Cavab olacaq C variantı. Gəldik 7-ci suala. Rəssam bir yuxu səhnəsini təsvir edir. Fiqurlar qeyri-real ölçülərə malikdir. Kompozisiya simmetrik deyil, məkan məntiqi pozulub. Məqsəd şüuraltı təsvirləri göstərməkdir. Hansı cərəyana aiddir? Deməli, 7-ci sual cavab olacaq C variantı sürrealizm. Səbəb nədir? Yuxu və qeyri-real təsvir sürrealizmin əsas xüsusiyyətidir. Romantizm xəyal və qəhrəmanlıqla bağlıdır. Realizm obyektiv və bəzəksizdir. Kubizm formaları parçalayır, barokko dramatik təsirə fokuslanır. Cavab C variantı. Gəldik 8-ci suala. Rəssam portret çəkir, fiqurun daxili dünyasını göstərmək üçün üzü və əlləri qəsdən təhrif edir. Rənglər kəskin və qeyri-real istifadə olunur. Məqsəd tamaşaçını daxili emosiyalarla üzləşdirməkdir. Bu hansı cərəyana aiddir? 8-ci sual cavab olacaq A variantı. Ekspresionizm niyə? Daxili hissləri göstərmək üçün təhrif və qeyri-real rənglər istifadə edən üslub ekspresionizmdir. Realizm, klassizm, romantizm və minimalizm burada uyğun deyil. 9-cu suala keçmədən qabaq sizinlə sınaq qrupum haqqında danışmaq istəyirəm. Bu qrup təhsil sənəd üzrə sertifikasiya hazırlaşan müəllimlər üçün nəzərdə tutulub. Ödəniş yalnız bir dəfəlik 10 manatdır. Yəni siz hər ay 10 manat deyil, sadəcə bir dəfəlik 10 manat ödəyərək bütün sınaqlardan və testlərdən istifadə edə bilərsiniz. Əgər qrup haqqında məlumat öyrənmək istəyirsinizsə, aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlayın. Gəldik 9-cu suala. Rəssam orta əsr sarayında bir ziyafəti çəkir. Fiqurlar ideal ölçüdə, hərəkətlər sakitdir. Kompozisiya nizamlı və simmetrikdir. Məqsəd gözəllik və harmoniya yaratmaqdır. A. Barokko, dramatik təsir, hərəkət. B. Klassizm, nizam, tarazlıq və ideal gözəllik əsasdır. C. Romantizm, hiss və xəyal ön plandadır. D. Realizm, obyektiv və bəzəksiz təsvir. E isə impressionizm, işığın anlıq təsiri əsasdır. Burada cavab olacaq B variantı klassizm niyə? Çünki sualda vurğu, nizam, tarazlıq və gözəllikdir. Bu isə klassizmə xas olan xüsusiyyətlərdən biridir. Barokko dramatikdir. Romantizm hiss, realizm obyektivlik, impressionizm isə işıq rəng vurğusuna əsaslanır. Cavab B variantı. 10-cu sual. Rəssam çiçəkli bir bağın içindəki qadınları çəkir. Fiqurlar idealizə olunmayıb. Rənglər sakit, təbii, kompozisiya harmonikdir. Məqsəd sadəcə bağın və insanların gündəlik təsvirini verməkdir. 10-cu sualda cavab olacaq B variantı realizm niyə? Həqiqətə uyğun, obyektiv, gündəlik həyatın təsviri realizmdir. Romantizm ideallaşdırır. Ekspresionizm hissləri şiirdir. İmpressionizm işıq, rəng təəssüratına fokuslanır. Barokko isə dramatik təsir göstərir. Cavab B variantı. 11-ci sual. Maral Rəhmanzadənin əsərlərini seçin. Axşam əsəri 1. Maral Rəhmanzadənin əsəridir. Sahədə Kamil Xanlarov. Estakadada Böyük Ağa Mirzəzadə. Estakada olsaydı, bəli, Maral Rəhmanzadənin əsəri sayılardı. Amma estakadada Böyük Ağa Mirzəzadə. Sevimli Araz Maral Rəhmanzadə. Cavab 1, 4. E variantı. 12-ci sual. Böyük Ağa Mirzəzadənin əsərlərini seçin. Novruz, bəli, doğrudur. Gəzinti, bəli, doğrudur. Axşam Maral Rəhmanzadə, Samovarları isə Məhəmməd Orucov. Cavab 1, 2. A variantı. 13-cü sual. Uyğunsuzluğu müəyyən edin. Qız qalası Ələkbər Rza Quliyev. Doğrudur. Ələkbər Rza Quliyevin əsərləri hansılardır? Öküzün nallanması, Qız qalası, qalada, qala küçəsi, Novruz bayramına hazırlaşırlar və yumurta döyüşü. Lalələr əsəri Mahmud Tağıyev. Mahmud Tağıyevin digər əsəri hansıdır? Nərgizlər. Nərgizlər və lalələr Mahmud Tağıyev. Sahədə Toğrul Nərimanbəyev. Yanlışdır. Sahədə əsəri Kamil Xanlarovun əsəridir. Kamil Xanlarovun da digər əsəri Mənzər əsəridir 4-cü sinifdə. D variantı axşam. Maral Rəhmanzadə doğrudur. E. Samovarlar Məhəmməd Orucov. Məhəmməd Orucovun əsərləri hansılardır? Bayram axşamı, Samovarlar və Xəzərin keşiyində. Maral Rəhmanzadənin əsərləri hansılardır? Estakada, Günəş şüaları, Axşam, Xınalıq kəndi, Sevimli Araz, Azərbaycan qadınları və Maral Rəhmanzadə əsərlərini neft daşlarına həsr edirdi. Burada cavab olacaq C variantı. Sahədə əsəri Kamil Xanlarovun əsəridir. Bu yanlışdır. 14-cü sual. Hansı variant yanlışdır? Rembrandt üslub texnikası realizm, rəngkarlıq, ofort. Sadko əsəri İlya Repin doğrudur.
İl-Ripin üslub texnikası, realizm, rəngkarlıq, qrafika. Doğrudur. D. Neftçi heykəli, daş, yonma. Yanlışdır. Çünki neftçi heykəli daş, yonma deyil, tunç tökmə ilə istifadə olunurdu. D variantı yanlışdır. Mikelangelonun üslub texnikası, barokko, realizm, rəngkarlıq. Doğrudur. 15-ci sual. Məntiqi arıcılığı tamamla. Sadko, Kursik vilayətində xaç yürüyüşü. Deməli, burada cavab olacaq A variantı, gözləmirdik. Digəri Səfil oğlunun qayıtması Rembrandtın əsəridir. Digərləri isə Michelangelo Caravaggio'nun əsəri sayılırdı. Cavab A variantı. 16-cı sual. Hansı variant yanlışdır? Qalın ipək parçadır, məxmər. İpək saplarla toxunmuş parlaq səthli parça atlas. İpək saplarla toxunmuş qaytan bafta. Qızıl və gümüş saplarla toxunmuş zərbaf. Qalın bir qədər parlaq səthli parça mahud. 16-da deməli cavab A variantı olacaq. Qalın ipək parça məxmər. Qalın ipək parça qanovuz adlanır. Məxmər isə narın tüşlü, yüngül ipək səthə malik məxməri parçadır. Cavab A variantı. 17-ci sual. Uyğunsuzluğu müəyyən edin. Novruza hazırlıq Ələkbər Rıza Quliyev. Bu yanlışdır. Novruza hazırlıq əsəri Elmira Şaxtantinskayanın əsəridir. Novruz bayramına hazırlaşırlar olsaydı, bəli, Ələkbər Rıza Quliyev ola bilərdi. Deməli, Elmira Şaxtantinskayanın əsərləri hansılar oldu? Novruza hazırlıq, Bahar gəlir, itkisiz böyüdəcəyim. Novruz Böyük Ağa Mirzəcadənin əsəridir. Doğrudur. Yumurta döyüşü Ələkbər Rıza Quliyev. Novruz bayramı Xalidə Səfərova. Novruz bayramı Anar Hüseynzadə. Doğrudur. Cavab A variantı. 18-ci sual. Xalça naxışının əsas elementləri hansılardır? Gəlin sayaq. Forma, ritm, rəng. Xalça naxışının əsas elementləri sayılırdı. Burada da cavab olacaq B variantı. Forma, ritm, rəng. 19-cu sual. Uyğunsuzluğu müəyyən edin. Şirvan, Şilyan. Doğrudur. Başıq ilə buta. Doğrudur. Qazax, çıraqlı. Bu yanlışdır. Qazax xalçaçılıq məktəbinə qaymaqlı xalçası aiddir. Çıraqlı isə Gəncə xalçaçılıq məktəbinə aiddir. Quba Pirəbədil. Doğrudur. Qarabağ Manibəyli. Doğrudur. Cavab C variantı. 20-ci sual, son sual. Rasim Babayevin üslub texnikası hansı variantda qeyd olunub? Rəngkarlıq, ofort, barokko. Yanlışdır. Realizm, rəngkarlıq, qrafika. Yanlışdır. Fantastik personajlar, sadəlif qocalar, nazlı nənələr. Bu üslub texnikası deyil, əsərlərinin mövzusudur. Litoqrafiya, qrafika, rəngkarlıq. Litoqrafiya, xəttat, rəngkarlıq. Cavab olacaq D variantı. 20 suallıq testlərin izahı olundu. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.